Esselamu Aleyküm və Rəhmətullah dəyərli izləyicilərimiz. Deməli, kombo, bir dənə partlayış, bir dənə çəkilişdən çıxıram Allahın izni ilə. Deməli, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində, gördüyünüz kimi bir daha demək istəyirəm. 5 mərtəbəli binanın 4-cü mərtəbəsində qəşəng bina evimiz satışa çıxıbdır Allahın izni ilə. Evdə bütün əşyalar qalacaq. Baxın, belə göstərim. Girişdə bir dənə belə dəhlizdir. Bax, belə göstərim Allahın izni ilə. Çox qəşəng, mən tam çəkməyə çalışacağım. Axıra qədər baxın ki, qiymətdən xəbəriniz olsun. Yenə deyirəm, biz bütün videolara qiymət qeyd edirik. Xahiş edirəm, təkrar bizdən soruşmayın. Çox xahiş edirəm, çünki cavab verə bilmirik. Vaxtımız olmur Allahın izni ilə. Baxın, belə göstərim. Evdə bütün əşyalar qalacaq. Bura dəhlizdir. Girən kimi sol tərəfdə yataq otağıdır. Ev ümumi təmirlidir, gördüyünüz kimi. Yer qəşəng, baxın, taxta ilə təchiz olunub. Çox gözəl, baxın. Bir daha demək istəyirəm, Balakən şəhərinin mərkəzində 5 mərtəbəli binanın 4-cü mərtəbəsində qəşəng evimiz satışa çıxıbdır. Baxın, belə də. Bütün əşyalar da evin içərisində qalacaq. Bura oturma otağıdır, bir dənə sürprizim var. Subhanallah, gözəlliyə baxın, indi birazdan gözəlliyə baxın. Yığdırmayın, yığdırıb gözəlliyə tələsməyin. Tam baxın ki, xəbəriniz olsun, baxın. Maşallah, ev yaxşı vəziyyətdədir. Bütün bu əşyalar, gördüyünüz bu əşyalar hamısı evin içərisində qalacaq. Gördüyünüz kimi. Gedirəm əsas məsələyə. Ay vay 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 vay. Bax 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 bax. Elhamdülillah, gözəlliyə baxın. Gözəlliyə, maşallah. Burada qəşəng çay. Gördüyünüz kimi. Bax. Super. Super mənzərəsi var. Elhamdülillah. Gedək mətbəxə inşallah. Baxın, belə də göstərim. Bir daha demək istəyirəm ki, Balakən şəhərinin tam mərkəzində 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yeznəyə qismət eləsi ev. Buranı aldınız, nə edirsiniz? İnşallah verirsiniz, kiraya pul qazanırsınız. Bir daha belə göstərim. Bura mətbəxdir. Axıra qədər baxın, mənə deməyin ki, ayaq olacaq, yoxda hamısı var. Bunlar hamısı qalacaq. Soyuducu, nə varsa hamısı, bax, qəşəng qazanlara baxın. Ayla qıdı. Hər şey qalacaq. Belə göstərim mətbəximizdə Allahın izni ilə. Baxın, hətta burada qəşəng mənzərəsi var. Bura mənzərəyə baxa-baxa kartof soyursunuz qəşəngcənə. Deməli, bura görürsünüz kimi sanuzelidir. Hər bir şey var, necə lazımdır. Bura sanitar qovşağı da ayrı-ayrıdır. Ən əsası ayrı-ayrı olmağı daha yaxşıdır. Deməli keçək inşallah qiymətə. Evimizin qiyməti